Bugün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Bölgə TV xatırladır ki, rayonun düşmən torpağından qurtulmasından 5 il ötür. Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ilin noyabrın 10-da imzaladıqları üç tərəfli bəyanata əsasən Laçın rayonu dekabrın 1-də Azərbaycana qaytarılıb. Laçın rayonu 1-ci Qarabağ müharibəsi zamanı 1992-ci ilin mayın 18-də işğal edilib. Laçının azadlığına gedən yol isə 2020-ci ilin payızında başlayıb. Həmin ilin sentyabrın 27-sində Ermənistan silahlı qüvvələrinin cəbhədəki təxribatın qarşısını alan rəşadətli Azərbaycan ordusu 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. Belə ki, Cəbrayıl şəhəri və rayonunun 90 kəndi, Füzuli şəhəri və rayonunun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonunun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik düşməndən təmizlənib. Vətən müharibəsi Azərbaycan ordusunun parlaq qələbəsi ilə başa çatıb. İşğalçılardan təmizlənən şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üç rəngli şanlı bayrağımız ucaldılıb. Prezident İlham Əliyev 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncamı ilə hər il avqustun 26-sında Laçın şəhər günü təsis edilib. Azərbaycanın füsunkar güşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun bir şəhər, bir qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km məsafədə yerləşir. Ümumi sahəsi 1835 kvadrat kilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi dağlıq olan rayonun dəniz səviyyəsindən hündürlüyü 700 metrlə 3600 metr arasında dəyişir. Ən yüksək dağ zirvəsi Qızılboğazın hündürlüyü 3594 metrdir. Bol su ehtiyatlarda malik olan rayonun ərazisindən axan Şəlbə və Minkənd çayları birləşərək Həkəri çayını yaradır ki, o da Araz çayına qovuşur. Dilbər Vüqar qızı, Bölgə TV.